Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ümumi sınaq nömrə 22-dir. Deməli, bizə verilir burada çevrə, çevrəyə toxunan və kəsən. Biz bilirik ki, toxunma nöqtəsinə çəkilmiş radius həmişə toxunana perpendikulyar olur. Deməli, buradakı B bucağı 90 dərəcədir. BAD-ni də verir bizə 30 dərəcə. Bu 30-dur. Deməli, sonra AB-ni verir 4/3. İndi biz bilirik ki, 30'un qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. O biri katet də bundan kökdə 3 dəfə böyükdür. Deməli, onda AB-ni 4/3 verdisə, onda BO da həmən bu 4 kök altında 3-dən kök altında 3 dəfə kiçik olasıdır. Yəni 4. Bu 4'dür. Deməli, hipotenuzda yəni AO da bərabərdir. Bu 4'ün 2 qatına, yəni 8'ə. İndi bizə deyir ki, ştrixlənmiş yerin, ştrixlənmiş hissənin sahəsini tapın. Deməli, ştrixlənmiş hissənin sahəsini tapmaqdan ötürü bu düzbucaqlı üçbucağın sahəsindən bu çevrə qövsünün sahəsini çıxmalıyam. Bura 30'dursa, onda o bucağı dolasda 60 dərəcə. Deməli, radiusu da 4'dür. Birinci tapıram bütöv bunu da AOB-ni, üçbucaq. Deməli, yazaq S üçbucaq. A, B, O bərabərdir. Düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısıdır. Yarısıdır. Burada 4 ilə 2 ixtisar gedir, qalır 2. 2'ni də 4'ə vuranda 8 kök altında 3 oldu. Bütün üçbucağın sahəsi. İndi bizə lazımdır burada BOS sektorun sahəsi. Yazırıq S sektor, belə yazaq. BOS bərabərdir. Bu sektorun sahəsi bütöv deməli dairənin sahəsinin 6'da 1'inə bərabərdir. Dairənin sahəsini pi r kvadratı ilə hesablasam, bunu da 6'ya bölsəm, olar 60 dərəcəyə uyğun olanı pi vurulsun, r də tapmışam 4 kvadrat eləyir 16 bölünsün 6. O da bərabərdir. Burada pini də deyir 3 ilə hesabla. 3 vurulsun 16 bölünsün 6. 3'dən 6'nı ixtisar eləsəm 2. 2 ilə 16 ixtisar gedəndə qalar 8. Deməli, bu da 8 oldu. İndi bu ştrixlənmiş yerin sahəsini tapmaqdan ötürü yazaq S ştrix bərabərdir. Üçbucağın sahəsindən, yəni 8 kök altında 3'dən 8'i çıxmalıyım. Burada da kök 8'i ortaq vuruq çıxarsam, qalar kök altında 3 çıxılsın 1. Deməli, burada da olur E variantı. İkinci tapşırıqda A ədədi B-nin bölənidir. A ədədi B-nin bölənidirsə, deməli, B bölünsün A. Bu deməkdir. A ədədi B-nin bölənidir. İndi biz bilirik ki, 2 ədəddən biri öbürünün bölənidirsə, əkob, bu ədədlərin əkobu AB bərabər olur həmişə bölünənə B-yə. Burada bizə də B-ni verir 12. Yəni B 12'dirsə, A da bunun bölənidirsə, deməli 12'nin bölənləri lazımdır bizə. 12 hansı ədədlərə bölünür? 1'ə bölünür, 2'yə bölünür, 3'ə bölünür, 4'ə bölünür, bir də 6'ya bölünür. Bizdən də sayını soruşur. Sayı da olur 5 dənə. Bir dənə də baxın. 12'nin özü də var. 12'nin özü də varsa, deməli olur 6 dənə. Çünki 12 də olsa bunların əkobu 12'yə bərabərdir. Üçüncü tapşırıq. P-nin hansı qiymətindədir? Kvadrat tənliyinin 2 bərabər kökü olar. Deməli, px kvadratı çıxılsın 2px üstəgəl 6 bərabərdir 0. 2 bərabər kökü olması üçün d bərabərdir 0 olmalıdır. İndi buradan d-ni tapsam, 2p'nin kvadratı çıxılsın 4 vurulsun p vurulsun 6 bərabərdir. 2p'nin mötərizə kvadratı eləyir 4p kvadratı çıxılsın 6 və də 4'ün 24p bərabər olmalıdır 0'a. Buradan 4p'ni ortaq vuruq çıxarsam, mötərizənin içində qalar. P çıxılsın 6 bərabərdir 0. Burada P 0 ola bilməz. Çünki kvadrat tənliyin həmişə A'sı 0'dan fərqli ədəd olmalıdır.
Deməli, yalnız P çıxılsın 6 bərabərdir 0 olar ki, buradan da P bərabərdir 6 qiymətini taparıq. Deməli, burada da olur 3-də C variantı. 4. Aşağıdakı ədədlərdən hansı 3-də 2 və 6-da 5 ədədləri arasında yerləşir? Deməli, burada baxıram məxrəclərə 8, 12, 4, 24, 12. Deməli, hamısını 24-ə gətirməliyim. 3-də 2-ni 24-ə gətirəndə eləyir 16. 24, 16. 6-da 5-i 24-ə gətirəndə eləyir 20. Deməli, 24-də 16 ilə 24-də 20-nin arasında daxil olan ədəd tapmalıyım. Birinci A variantını yazsam 24-də 15. Təbii ki, 15 16 ilə 20-nin arasında deyil. Deməli, bu variant bizə yaramadı. Buraya yazıram 24-də 2-yə vurmuşamsa 14. Bu da 16 ilə 20-nin arasında deyil. 24-də 6-ya vururam, 6-da bütün 18. Deməli, 16 ilə 20-nin arasında 18 olduğuna görə, deməli, 4-də də cavab eləyir C variantı. 5-də aşağıdakı bucaqlardan hansı qonşu bucaqlardır? Deməli, qonşu bucaqların cəmi 180 dərəcə olmalıdır. 40 ilə bu eləyir 120 A, bu eləyir 160. C-də də 160 eləyir, D-də də 170 eləyir, Y-də də 180 eləyir. Deməli, qonşu bucaqların cəmi 180 dərəcə olduğuna görə doğru cavab olur Y variantı. 6 nömrəli tapşırıqda. Deməli, x çıxılsın, y bölünsün, x, y yazaq. Bu üstündə mənfi 2-dirsə, bu 1 bölünsün x kvadratı deməkdir. Çıxılsın, o biri də 1 bölünsün y kvadratı. Bərabərdir. X çıxılsın, y bölünsün, x, y yazıb, bunları ortaq məxrəcə gətirsəm, bu kəsirlər arasında da bölmə var. Ortaq məxrəc olası x kvadratı ilə y kvadratı, surətdə də y kvadratı çıxılsın, x kvadratı olasıdır. Bərabərdir. İndi birinci kəsiri olduğu kimi yazıb, bölməni vurma ilə əvəz eləyirəmsə, bu x kvadratı, y kvadratı qalxır surətə. Y kvadratı çıxılsın, x kvadratın yerinə də y çıxılsın, x və y üstəgəl x kimi vuruqlarına ayrılmış ifadəni yaza bilərəm. Burada bununla bu ixtisar gedəsi, surətdə qalası x, y. X çıxılsın, y ilə y çıxılsın, x ixtisar gedəsi yerində qalası -1. Burada da y üstəgəl x də ikincidə mötərizədə olduğu kimi qaldı. Bu mənfini də kəsirin qabağına versək, x, y bölünsün, x plus y də yaza bilərik. Deməli, x, y bölünsün, x plus y qabağında da mənfisi ilə olur 6-da A variantı. 7. Ədədlərin ədəd ortasını tapmaq üçün, deməli, bunları toplayıb 2-yə bölmək lazımdır. 2 üstü 12 vurulsun, 3 vurulsun, 2 üstü 12-ni toplayıb bölməliyəm 2-yə ki, bunların ədəd ortasını tapım. İndi hesablamaqdan ötürü 2 üstü 12-ni surətdə ortaq vuruq çıxarsam, 1 üstəgəl 3 qalar, məxrəcdə də 2-ni yazıram. Bu eləyir 2 üstü 12 vurulsun, 4 bölünsün 2. 2 üstü 12 qalır, 4 ilə də 2 ixtisar gedir, qalır 2. 2 də 2 üstü 1 deməkdir. Bunlar da bir-birinə vuranda əsas yazılır, üstlər toplanılır. 2 üstü 13 olur verilən ədədlərin ədədi ortası. 8-ci tapşırıq. Deməli, AB üstündə xəttin açılışı 10A üstəgəl B-dir. Bərabərdir 4A üstəgəl 5B-ni yazıram. A'ları bir tərəfə keçirirəm. 10A çıxılsın 4A bərabərdir. B-ni də keçirirəm 5B-nin yanına. Burada qalır 6A bərabərdir 4B-yə. İkisini də 2-yə bölsəm 3A bərabərdir 2B-yə. Bu o deməkdir ki, A-nın əmsalı B-yə, B-nin əmsalı da A-ya bərabərdir. Yəni A 2-dir, B də 3-dür. Bunların da ən kiçik qiymətini soruşur. Elə bunlar eləyəsi, cəmdə eləyəsi 5. Ən kiçik qiymətlərinin cəmini soruşur bizdən. 5 eləyir. 9 nömrəli tapşırıq. ABC düzbucaqlı üçbucağında bu bucaq 90 dərəcədir. CY YB'yə bərabərdir, verirdi. AF verirdi 15. Demək, buradan bura qədər oldu 15. Burada verdi bizə 5. Bizə deyir ki, YF soruşur. YF. YF tapmaqdan ötürü buradan mən bir dənə YF paralel olan bir dənə də xətt çəkirəm. Bunu da adlandırım məsəl üçün K. İndi bu buna paraleldirsə,
və SY də YB-yə bərabərdirsə, onda bu da buna bərabər olmalıdır. Çünki paralel çəkilmişdir oturacağa və tərəfləri də yarıya bölür ki, bu bunun orta xətti olsun. İndi buradan tapıram ki, əgər bərabərdirsə, deməli burada 5-dir. KF də 5-dir. Bizə bütöv AF-i 15 verdiyinə görə, onda AK-ya da qalır 10. Bura 10. KB də 10. Deməli yazıram ki, AK bərabərdir KB-yə. O da bərabərdir 10 olduğuna görə çəkildiyi tərəfi yarıya bölütdüsə, onda SK mediandır. SK mediandır. Düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən endirilmiş median hipotenuzun yarısına bərabərdir. Onda buradan AB-ni 15 üstəgəl 5 bərabərdir 20 tapıramsa, onda SK da bu 20-nin yarısına bərabərdir 10-a. İndi baxıram üçbucaq SKB-də YF orta xəttdir. Orta xəttdə oturacağın yarısına bərabərdir. YF bərabərdir SK bölünsün 2. SK-nı da 10 tapmışıq. Onu da 2-yə böləndə eləyər 5. Deməli, bizdən də elə YF-i soruşurdu. O da nəyə bərabərdir? 5-ə bərabərdir. Deməli, burada həm düzbucaqlı üçbucaq medianından istifadə elədim, həm üçbucağın oxşarlığından istifadə elədim. Yəni, qaydaların hamısını qəşəng bilmək lazımdır. 10 nömrəli tapşırıqda deyir ki, düzgün altıbucaqlı. Biz deməli düzgün altıbucaqlı haqqında məlumatımız varsa, bilməliyik ki, bu düzbucaqlı altıbucaqlının kiçik və böyük olaraq iki növdə diaqonalı var. Deməli, tərəfi A olan altıbucaqlıda D kiçik bərabərdir kök altında 3A-ya, diaqonalın böyüyü D böyük bərabərdir 2A-ya. Bu qaydanı bilməliyik. Qaydanı biliriksə, məsələ bizə çox asan gələsidir. Deyir ki, bax, böyük diaqonalı 14-dür. Böyük diaqonalı 2A götürmüşəm. Deməli, 2A bərabərdir 14-ə, onda A bərabərdir 7-yə, yəni tərəfi 7-dir. Perimetrini tapdıysa, P də bərabərdir 6 dənə tərəfi var 6A-ya. 6-nı da 7-yə vuranda eləyər neçə? 42. Deməli, bu da oldu 10 nömrəli tapşırıq. 11 nömrəli məsələ. Kamal 6 saata işin 11-də 3 hissəsini yerinə yetirdi. İndi 6 saata 11-də 3 hissəsini yerinə yetirdisə, bütöv işi, yəni 1-i neçə saata yerinə yetirər? Birinci bunu tapaq. Bütöv işi, deməli 6-nı böləcəm 11-də 3-ə. 6 vurulsun 3-də 11, o da bərabərdir 22 saata yerinə yetirər. Deməli, buraya yazıram, bütöv 22 saata. Yarısını 22 bölünsün 2, o da bərabərdir 11 saata görər. İndi bizdən soruşur ki, Kamal daha neçə saat işləsə işin yarısını yerinə yetirər. İşin yarısını 11 saata yerinə yetirir və əvvəlcədən 6 saat işləmişdi. Deməli, 11 çıxılsın 6 bərabərdir 5 saat sonra işin yarısını həll eləmiş olar. Cavab oldu C variantı. 12. Satıcı 20% gəlirlə satdığı mala 85% endirim eləyir və 14% zərər edir. Malın maya dəyərini tapın. Deməli, 20% gəlirlə satırsa, deməli, bu 20% artırıb satır da. Yəni, 1,10-da 2x, yəni x manata aldığı malı 20% gəlirlə 1,10-da 2x manata satır. Və bunu 85% ucuz verirsə, 14% zərər eləyir. Zərər eləyir o deməkdir ki, 100%-dən 14-ü çıxıram, qalır 86%. 86%-i də 0,86x ilə götürürəm. Bir də deyirəm, 20% artıranda bunu 1,2-yə vurur, satır.
Amma sonra 85 manat ucuzlaşdırır və bu zamanda 14% zərər əldə eləyirsə, deməli 0,86x qalır. Buna qalan pul. İndi tənliyi həll eləsəm 1,2x çıxılsın 0,86x bərabərdir 85-ə. 1,2x-dən də bunu çıxanda eləyər 0,34x bərabərdir 85-ə. 85'e. X de bərabərdir 85 bölünsün 0,34. Bunu da 10'a vursam 85 vurulsun. O 100. 100'e vuraq ki burada da 34 olsun. 34 ilə 85'i 17 ixtisar eləyirəm. Burada qalır 5. Burada qalır 2. 2 ilə də 100 ixtisar eləyirəm. 50. 50'ni də 5'e vuranda eləyər 250. Bizə də malın maya dəyərini, yəni öz qiymətini x götürmüşdüm də əvvəlcədən. X'i də 250 tapmışam. Deməli burada da məsələ yekunlaşdı. D variantı. 13 nömrəli məsələ. İki zər eyni anda atanda düşən xallar cəminin 7 olduğu məlumdur. 7 olması üçün deməli ya 1 düşməlidir, 1 ilə 6 düşməlidir ki bu 7 olsun. 2 ilə 5 düşə bilər ki 7 olsun. 3 ilə 4 düşə bilər ki 7 olsun. Sonra 4 düşsə 3 düşə bilər. 5 düşsə 2 düşə bilər. 6 düşsə 1 düşə bilər. Deməli bizim cəmi 7 olan 6 dənə ümumi halımız var. İndi bizə deyir ki, düşən halların hər ikisinin sadə ədəd olması ehtimalını tapın. Bax 1 ilə 6 hər ikisi sadə deyil. 2 ilə 5 hər ikisi sadədir. 3 ilə 3 sadədir, 4 yox. 4 sadə deyil, 3 sadədir. 5 ilə 2 hər ikisi sadədir. 6 ilə 1'in 6 mürəkkəbdir. 1 ilə sadə deyil, mürəkkəb. Deməli, ümumi hallarımız oldu 6 dənə. Hər ikisinin sadə olma halı oldu 2 dənə. Deməli, bu da elədi 3'də 1. 3'də 1 də uyğun gəldi B variantına. 14 nömrə bərabərsizliyi həll eləməkdən ötürü burada köklərini tapmalıyım. Deməli, x kvadratı çıxılsın 16 bölünsün modul x 2 bərabərdir 0'dırsa, deməli yuxarıda x'i alır 4. X'i alır -4, köklərini tapıram. Məxrəc 0 olduğuna görə x 0'dan fərqli olduğu məxrəci ala bilməz. İndi bunları qeyd eləyirəm, intervala bölürəm. Deməli, ortada yazıram 0'ı ala bilmir. Burada yazıram -4'ü özünü alır və müsbət 4'ün özünü də alır. İntervallara bölürəm. Yəni burada bunu da bölə bilmirəm, buna da bölərəm. Amma ki işarələri düzgün tapmaq lazımdır. Məsəl üçün 5 versəm 25'dən 16 çıxanda müsbət qalır. Bura oldu müsbət. 0 ilə 4'ün arasında versəm tutaq ki 2. 2 verəndə 2'nin kvadratı 4. 4'dən 16 çıxanda mənfi eləyir. Modul 2'yə də böləndə mənfi eləyəsidir. 0'ın bu bir tərəfində də mənfi eləyəsidir. Burada da müsbət olasıdır. -4'ün kvadratı bu tərəfdəki ədəd versəm, məsələn, -5'in kvadratı müsbət 25 eləyir. Burada da modulda müsbət elədiyinə görə deməli bura olur müsbət. Bizə lazımdır həm kiçiklər, həm də 0'a bərabərlər. 0'a bərabərlər buradan gəlir -4, -3, -2, bir də -1. 0'ın özünü almır, keçir bu bir tərəfə 1, 2, 3, 4. Deməli bizdən nə soruşur? 14'də. Sayını soruşursa deməli 4 dənə mənfi, 4 dənə də müsbət, hamısı bir yerdə eləyir 8 dənə. 14'də D variantı. 15. Düzbucaqlı üçbucağın iti bucaqları 7, 11 nisbətindədir. İti bucaqların cəmi 90 dərəcə olduğuna görə 7K üstəgəl 11K bərabərdir. 90 yazıram. Buradan 18K bərabərdir 90'a. K da bərabərdir 90 bölünsün 18. Bu da 5 eləyər. Bizə də kiçiyin soruşur 7K. 7 vurulsun 5 də bərabərdir 35 dərəcəyə. 16 nömrəli tapşırıqda 2 dənə üçbucaqlar oxşardısa, oxşarlıq əlaməti ondan ibarətdir ki, burada bucaqların dərəcə ölçüləri olduğu kimi saxlanılır. İndi iki bucağı 58-dən 65-dirsə, deməli bir bucağı 58, digəri 65. Onda üçüncü bucağı tapmaqdan ötürü 180-dan 58-dən 65-in cəmini çıxmalıyam. 180 çıxılsın. Bu da 110, bu da 13.
123 eləyir. 180'dan da 123 çıxanda qalır 57 dərəcə. Deməli, bucaqlar oldu 57 dərəcə, 58 dərəcə və 65 dərəcə. Bu hər iki üçbucaqda eynidir. Bizə də deyir ki, olan üçbucağın kiçik bucağını tapın. Kiçik də burada təbii ki 57 olasıdır. Növbəti məsələmiz 17. 2 dənə modulun cəmi 0-a bərabərdir. Biz bilirik ki, modulun cəmi moduldan ədəd müsbət ədəd çıxır. Yəni modulun qiyməti həmişə müsbət ədəd olur. Ona görə də burada 2 dənə müsbət ədədin cəmi 0 ola bilməz. Ona görə də birinci də 0 olmalıdır, ikinci də. Yəni x üstəgəl y çıxılsın 5 də 0-a bərabər olmalıdır. X, y çıxılsın 3 də 0-a bərabər olmalıdır. İndi birinci bərabərlikdən x plus y-in 5'e bərabər olduğunu, ikincidən isə x, y hasilinin 3'e bərabər olduğunu tapmaq olar. Bizə deyir ki, x kvadrat üstəgəl y kvadratını tapın. Burada köməkçi düsturdan x üstəgəl y-in kvadratı çıxılsın 2x, y-dən istifadə eləməliyəm. Yəni bu düsturu əvvəlki testlərimizdə də var idi. Düstur kimi əzbərləmək lazımdır. İndi qiymətin yerinə qoysam, cəmin yerinə 5 qoyuram. 5'in kvadratı çıxılsın 2 vurulsun 3. 25 çıxılsın 6. 25'dən də 6 çıxanda qalır 19. Belə axtarılan ifadənin cavabı 19'dur. 18 nömrəli məsələdə x deyir 3 ilə 5'in arasındadır. İndi bu 3 ilə 5'in arasında olmağından istifadə edərək köklə kvadrat ixtisar gedir getməyə. Amma baxıram görək 3 ilə 5'in arasında, məsələn bura 4 verirəmsə, 4'dən 3 çıxanda müsbət qaldığına görə deməli x çıxılsın 3 birinci kökün cavabıdır. İndi burada x-ə verirəm 3 olduğuna görə, yəni tək dərəcədən olduğuna görə, buradan kökdən olduğu kimi çıxır, yəni bu işarəsi müsbətsə müsbət çıxır, mənfisə mənfi. Ona görə də çıxılsın 2 kez çıxılsın 11'i yazıram. Burada amma mənfi olur. Mənfinin kvadratı müsbət ədəd elədiyinə görə bu qabaqdakı çıxmanı yazıb, burada 8 çıxılsın x-i yox, daha doğrusu x çıxılsın 8 yox, 8 çıxılsın x kimi çıxardıram kökdən ki, bu müsbət ədəd olsun. Mötərizələri açaq. X çıxılsın 3, çıxılsın 2 kez üstəgəl 11, çıx 8 üstəgəl x bərabərdir. X mənfi 2 kez, bir də müsbət x var burada. Bunların x-dən x 2x eləyir, 2x-dən də çıxanda 0 qalır. Qaldı nə? Mənfi 3 üstəgəl 11 çıxılsın 8. Bu da 11 çıxılsın 11 deməkdir. O da 0-a bərabərdir. Deməli, cavab elədi. Bu 18-də 0. 19 ifadənin qiymətini tapın. 0,5'in yerinə yaza bilərəm 2'də 1. Üstündə mənfi 2. Mənfət üstü qüvvətin xassəsinə əsasən bunu 1'də 2, üstündə də müsbət 2 yaza bilərəm. Bu da nəyə bərabərdir? 4'ə. Bunu da cavab elədi 4. 19'da. 20 nömrəli tapşırıq. A çoxluğunun dərəcəsi 6'dır. Deməli, A-nın yerinə yazıram. X üstü 6 məsəl üçün. Sonra AB çoxədlərin hasilinin dərəcəsi AB bərabərdir. X üstü 11'dir deyir. Onu da buradan tapıram ki, B bərabərdir. X üstü 5. Olanda bu qayda ilə olur. İndi verilən ifadəni yazıram. A-nın yerinə yazıram. X üstü 6. Üstəgəl B-nin yerinə yazıram. X üstü 5'i. Vurmalıyam B üstü 5'e. B'nin kvadratına B üstü X. Daha doğrusu B X üstü 5'ti. Bu da bunun kvadratına vururam. Burada yine X üstü 6 üstəgəl X üstü 5. Vurulsun x üstü 10 olur. Bunlar da vurub açanda olur x üstü 16 üstəgəl x üstü 15. Dərəcəsi böyük olan çoxədliyin dərəcəsi isə dərəcəni tapın deyir 16. 21 nömrəli tapşırıq. Düzbucaqlı paralelipipedin xətti ölçüləri 1, 2, 2 nisbətindədir. Deməli 21'də yazıram. A bərabərdir 1K. B bərabərdir 2K və C də bərabərdir 2K. Səthin sahə düsturu, deməli 2 vurulsun A vur B, yəni 1K vurulsun 2K. Üstəgəl A vur C, 1 vurulsun yenə 2K, üstəgəl B vur C, 2K vurulsun 2K. Bərabərdir deyir 144'ə.
Burada deməli birinci bulağı vuraq. 1k 2k kvadratı üstəgəl yenə 2k kvadratı üstəgəl 2-2-yə vuranda 4k kvadratı bərabərdir 144 bölünsün 2-yə. 144 2-yə böləndə eləyir 72. Bu da 8k kvadratı bərabərdir 72-yə. K kvadratı 9-a, k özü də bərabərdir 3-ə. Bizə dediyi ki, həcmini tapın. Deməli, bunları tapmalıyım da. A bərabərdir 1k, yəni 3. B bərabərdir 2k, yəni 6. C də bərabərdir 6. Həcm də bərabərdir 3 vurulsun 6 vurulsun 6. 18 vurulsun 6. 6 8 48 4 yadda. Bu da 10. 108. Deməli, ölçüləri də santimetr zad verməkdir. Ilə 108. Əgər santimetrlə versə, santimetrin kubu yazardıq cavabda. Vermədiyinə görə ilə 108 kimi yazırıq və salam. 22. 2 dənə çevrə verir. Bu çevrələrin biri digərinin mərkəzindən keçirsə, mən buranı xətti birləşdirsəm, deməli, bu xətt tən ortadan bölünür. Buranı x götürürəmsə, buranı da x götürürəm. Əgər bunlar ikisi də x-dirsə, onda bunun radiusu da olası 2x. Çünki bu tərəfi ilə radiusun özünü göstərir. Sonra AB-ni verirdi bizə 8 kök altında 3. Onda bunu da məsələn k adlandırsam, AK da bərabərdir 8 kök altında 3-ün yarısını. Yəni 4 kök altında 3-ə. İndi biz burada nəyi bilməliyik? Kəskin vətərlərin, biri bu, biri də bu. Kəskin vətərlərin xassəsi. Deməli, bu hissələrin hasili bir-birinə bərabər olmalıdır. Bu AK-nın, bu AK-nın qabağını bir dənə də BK da yaza bilərəm. Ki AK, BK bərabərdir. İndi yazıram belə. AK vur BK bərabərdir. O 1K vurulsun. Bunu da D adlandırsam. KD. Kəskin vətərlərin xassəsidir. 4 kök altında 3 vurulsun. 4 kök altında 3 bərabərdir. O 1K o 1K'nı x götürmüşəm. KD'də 3x olası. Buradan 16 vurulsun. Köhdükçə vuranda 3 eləyir. Bu tərəfdə də eləyir 3x kvadrat. Deməli, 16 bərabərdir x kvadratı qalır buradan. X kvadratı bərabərdir 16-dırsa, x də bərabərdir 4-dür. Bizə də çevrənin radiusunu soruşur. Radiusu da 2k götürdüyümüzə görə 2k k'da ölüydü x idi. 2 vurulsun 4. O da bərabərdir. Radiusu 8 deməli. R bərabərdir 8 olur. Məsələnin cavabı. 23 nömrəli məsələyə baxırıq indi. F1'i hesaplamaq lazımdır. 1 bölünsün 1 vurulsun 1 üstəgəl 2 bərabərdir. 1 bölünsün 1 ilə 2'ni toplayanda 3 eləyir. 3'də 1. Sonra F3 bərabərdir. 1 bölünsün 3 vurulsun 3 üstəgəl 2. 3'ün üstü işləyəndə 5, 3'ə də vuranda 15'də 1'də bu eləyir. F5 bərabərdir. 1 bölünsün 5 vurulsun 5 üstəgəl 2. Bərabərdir. 1 bölünsün 7 dəfə də 5'in 35. Bunların indi üçünü də cəmini soruşur bizdən. 23'də. 3'də 1 üstəgəl 15'də 1 üstəgəl 35'də 1 bərabərdir. Deməli, 3 ilə 5'ə ortaq məxrəci ilə 15 olar. 15 ilə də 35'ə ortaq məxrəc 35'i burada çatışmayan vuruq 3'dür. Bu 3'ə vurulmasından eləyir 105. 105'i 3'ə böləndə 10'da 3. 3 dəfə, 15'də də 3, 5 dəfə. Üstəgəl 105'i 15'ə böləndə eləyər 7. 7 dəfə 5'in 35. Bu da 70. Aha. 35'e də böləndə eləyər 3. Bərabərdir 105'də. 10. Bu da 35. 45. 105'də 45'də baxıram ki 5'ə ixtisar edir. Ki 5 eləyək 9. Bu da eləyər 21. Bunlarda 3 ixtisar edər. 3 bölünsün 7. Deməli 7'də 3. Cavab alındı.
24 nömrəli məsələ baxaq. A və B çoxluqları verilir bizə. Deməli, bir dənə A çoxluğu, bir dənə də B çoxluğu. A və B çoxluqları verilir deyir. Bu A'dan B'ni çıxanda 8 qalırsa, deməli, bura 8-dir. Bura X-dir. Bilmirəm neçədir. İndi bu verilənlərə baxaq. NA bərabərdir yazır. NA bərabərdir 2 dənə NB, o da bərabərdir 3 dənə NA kəsişmə B. Bu birinci ilə axırıncıya baxaq. NA-nın yerinə yazıram. A çoxluğunda 8 üstəgəl X-dən element var. Bərabərdir 3 vurulsun. Kəsişməsində də X-dən element var. Deməli, buradan alıram ki, 8 bərabərdir 2x, X də bərabərdir 4. Deməli, X-i tapdım burada 4. Sonra baxıram bu birinci ilə ikinciyə. X 4-dürsə, deməli, N A bərabərdir 2 dənə N B-yə. N A-nın yerinə yazıram. 8 üstəgəl X-i də 4 tapmışam. Bərabərdir 2 dənə N B-yə. Onda burada 12 bərabərdir 2 dənə NB alıram ki, NB-ni də tapıram. 12-ni 2-yə bölürəm. Eləyir 6 dənə. Deməli, B-də də 6 dənə element var. B çoxluğun elementlərinin sayı 6 dənədir. 6 dənədirsə, onda burada da 6 çıxılsın. Axı 4 dənəsini ortaya yazmışam. 2 dənə olasıdır. Bizdən də birləşməni soruşur. N, A birləşmə B-ni birləşmə. Deməli, 8 üstəgəl 4 üstəgəl 2. 6 ilə də 8-i toplayanda eləyər 14. Deyəsən, bunun cavabını 18 vermişlər, amma 14 cavab. 25 nömrəli tənliklər sistemini həll eləməkdən ötürü bilməliyik ki, biz burada X-i kök altında X-in kvadratı yaza bilərik rahatlıqla. Onda bu ikinci tənliyi yaza bilərəm. Kök altında X-in kvadratı çıxılsın kök altında Y-in kvadratı bərabərdir 20-yə. Bunu kvadratlar fərqi ilə vuruqlarını ayırsam, kök altında X çıxılsın kök altında Y və kök altında X üstəgəl kök altında Y alaram. Bu da 20-dir. Fərqini 2 verdiyinə görə, fərqi 2-dirsə, deməli, cəmidə 10 olmalıdır ki, 2-ni 10-a vuranda 20 eləsin. Onda alıram ki, kök altında X çıxılsın kök altında Y bərabərdir 2-yə. Kök altında X üstəgəl kök altında Y bərabərdir 10-a. Və bunu tənliklər sistemini həll eləyirək. Tərəf-tərəfə toplasam, 2 dənə kök altında X bərabərdir 12-yə. Kök altında X özü bərabərdir 6-dırsa, onda X özü də eləyər 36. İndi gətirib hansısa tənlikdə birində yerinə qoyuram. Kök altında 36 çıxılsın kök altında Y bərabərdir 2-yə. Deməli, buradan kök altında Y də bərabərdir. Kökdə 36-dan 6 çıxır da. 6 çıxılsın 2-yə 4-ə. Onda Y bərabərdir 16 olmalıdır ki, kökdən 4 çıxsın. Bizə də axırda X üstəgəl Y soruşur. 36 üstəgəl 16. O da bərabərdir 52. Deməli, yekun cavab da elədi 52. Burada da tapşırıq, burada da bu bölmə yekunlaşır. Sağ olun, sizə qarşıda gələn 9-cu sinif imtahanlarında uğurlar arzulayıram. Hər şey yaxşı olar inşallah. Görüşənədək.